Mən də bu Hezarla Əruz haqqında bəzi, yəni söhbətimizə qüvvət olaraq bir şey demək istəyirəm ki, bizim çox böyük Hezar şairlərimiz var. Elə 20-ci əsrdə yaranmış o böyük şairlərimiz ki var bizim. Həqiqətdə də bunlar özləri o sənətdə çox böyükdülər. İstər Səməd Vurğun, Süleyman Rüstəm, Müşfiq falan. Bunlar Əruz şairləri deyil, bunlar Hezar şairləridir. Amma Əruzda şeir yazanda nə ediblər? Məsəl üçün, Mikail Müşfiq kimi sözü uşaq da başa düşür. Amma bir dənə Əruz qəzəli gəlib çıxıb bizə. Məcbur olub ki, Əruzun bütün qayda qanunlarına riayət edilsin. Yəni, ona Əruz kimi desin. Niyə? Çünki Əruzun öz qayda qanunu var. Hezanın öz qayda qanunu var. Hezada yazdıqları Əruzda deyə bilməzsən. Əruzda yazmaq istədikləri Hezada deyə bilməzsən. Bir insan ki, əgər bir şair Əruz şairidirsə, onun Hezadakı şeirləri mütləq zəif alınacaq. Əruzuna nisbətən zəif olacaq. Əgər bir şair Heza şairidirsə, onun qəzəli də Hezasına nisbətən zəif olacaq. Amma Xətai istisnadır. Xətaidə həm Heza gözəldir, həm Əruz gözəldir. Xətai bu Süleyman Rüstəm də istisnadır. Səməd Vurğun da istisnadır. Səməd Vurğunun ki, o 3 dənə, neçə dənə ki qəzəli var. Səməd Vurğun o Vaqifdə, xanlarda, nə bilim Fərhad və şeirində və ilə axır başqa Heza şeirlərində gördüyü işi orada görə bilməyib. Bu həqiqətdir də, yəni bu göz qabağındadır. Süleyman Rüstəm ikisində də iş görə bilib. Xətai kimi.